Salam aleykum. Demək, burada H2SO4 dissosiasiya edir H müsbətə və HSO4 mənfiyə. Bu zaman burada HSO4 növbəti dissosiasiya sərf olunur. H müsbət üstə gəl, SO4 2 mənfi. Biz H2SO4-ün molunu bilmirik, onu nü götürürük. Və birincinin dissosiasiya dərəcəsi 80%-dir, yəni vur 0,8, 0,8 nü sərf olunanda 0,8 nü alınır, 0,8 nü alınır. Bu sabit qalır. Ancaq bu davam edir, növbəti dissosiasiya 60% dissosiasiya edir, 0,8 nü vur 0,6. Bu zaman 0,48 nü sərf olunur, artıq burada 0,8 nü qalmır. 0,8-dən 0,48-ə çıxanda artıq 0,32 nü qalır və 0,48 nü hansı ki dissosiasiya da iştirak edir. Bu zaman 0,48 nü alınır, 0,48 nü alınır və alınan hidrogenlər 0,8 nü yuxarıda, 0,48 nü aşağıda. Bu 6,4-ə bərabərdir. 0,8 ilə 0,48-i toplayanda 1,28 nü bərabərdir 6,4. 6,4 bölünsün 1,28 nü buradan 5-ə bərabərdir və təbii ki, məhlulda bu qalıbdır HSO4-dən, çünki onun 0,48-i deməli sərf olundu. 0,8 nü idi, onun 0,48 nüsü dissosiasiya elədi. Yəni növbəti dissosiyasiyada iştirak edildi. Bu qədər qaldı. Yəni 0,32-ni də nünün yerinə yazaram 5. Bu deməli 1,6 edəcək.